Hörmətli dinləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizə bir həyət evi çəkib göstərəcəm. Deməli, həyət evimiz 3 otaqdan ibarətdir. Hal-hazırda evin həyətindəyik və buradan evə daxil olmaq üçün pilləkənləri görürsünüz. Pilləkənlə yuxarı qalxdıqda qalxırıq evə. Ev kürsülüdür. Bura giriş qapısıdır. Giriş qapısından daxil olduqda sol tərəfdə belə mətbəxdir. Gözəl, geniş. Sağ tərəfdə isə daxil olduqda evimizin zal hissəsidir. Hal-hazırda bu zalın pəncərəsidir və çölə gözəl bir mənzərə açılır. Bura ev yerləşir, deməli, Masazır qəsəbəsində. Hal-hazırda buradan Masazırın hər tərəfi görünür. Bu isə evimizin həyətidir, olsa çölün darvaza hissəsidir. Daxil oluruq, deməli, evimizə. Bura sanuzeldir. Burada evin sağ tərəfdə bir yataq otağıdır. Otaqların bütün pəncərələri çölə açılır. Bu isə 3-cü otaqdır, yataq otağıdır burada. Uşaq yataq otağı demək olar. O biri otaqlara baxanda bir balacadır. Evimizin ümumi sahəsi 75 kvadrat metrdir. Kürsülüdür, monolit beton. Burada isə hal-hazırda gördüyümüz yer stipoldur. Evin kutçası var, çıxarış əldədir. Bütün təchizatlıdır, işıq qaz su ilə təmin olunmuşdur. Buyurun, gəlin, zəng vurun, baxın. Hər kimə qismət olsa, Allah işin avanı eləsin. Allah satana da, alana da xeyir versin. Buradan isə yenə bir çöl mənzərə görünür. Buyurun, zəng vurun, gəlin. Bizi izlədiyiniz üçün çox sağ olun.